Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Bugün sadece 2 arsakla hazırlayabileceğiniz tortlarınızı daha da lezzetli edecek bir ganaj resepti göstereceğim sizlere. Bunun için 140 gram sütlü şokoladdan istifadə edeceğim. İsteğe göre ağ ve qara şokoladdan da istifadə edə bilərsiniz. Şokoladları xırda-xırda doğrayıb bir qaba əlavə edirəm. Başqa bir qazancaya 140 ml 33% qaymağı əlavə edirəm və ocağa yerləşdirirəm. Qaynayana qədər qızdırıram. Qaynatmamağa diqqət edin. Qaynar qaymağı xırdaladığım şokoladların üzərinə əlavə edirəm və silikon bir qaşıq yardımı ilə şokoladlar əriyənə qədər qarışdırıram. Əgər diqqət etdinizsə, istifadə etdiyim şokolad miqdarı qaymaq miqdarına bərabərdir. Belə ki, nə qədər şokoladdan istifadə edirsinizsə, o qədər də qaymaqdan istifadə etməlisiniz. İçərisində xırda topaqlar qalmaması üçün blender yardımı ilə də yaxşıca qarışdırıram. Qeyd etdiyim ölçülərlə hazırladığım qanaj 20 sm diametrində olan Snickers tortunun sadəcə bir qatı üçün nəzərdə tutulub. Əgər tortlarınız daha böyükdürsə, bu ölçüləri 2 qatına çıxarda bilərsiniz. Hazır olan qanajın üzərini təmas edəcək şəkildə salafan paketlə örtüb təxminən 8 saat soyuducuda saxlayıram. Bu prosesi axşamdan da edə bilərsiniz. Axşamdan qanajı hazırlayıb səhərə qədər soyuducuda saxlaya bilərsiniz. Daha sonra çıxardıb mikser yardımı ilə həcmi artana qədər çalıb hazırlaya bilərsiniz. Və bu da nəticə, artıq qanaj hazırdır. Tortlarınız bu qanajla daha da dadlı olacaq. Hazırlayın, hər kəsə indidən nuş olsun. Siz isə mənə dəstək olmaq üçün kanalıma abunə olub videolarımı bəyənməyi unutmayın.